Salam değerli müəllimlər, xoş gördük hər birinizi. Bugün sizlərlə sırf sertifikasiya düşəcək səviyyədə sualların izahlarına baxacağıq. İlk sualımızla başlayırıq. Sualımızda deyilir ki, O nöqtəsi ətrafında sərbəst fırlana bilən bərabər bölməli bir cins çubuğun ağırlığı 36 Newtondur. İpdəki gərilmə qüvvəsinin qiyməti 50 Newton olduğuna görə X cisminin ağırlığı neçə Newtondur? Gəlin burada biz əvvəlcə çubuğun ağırlıq qüvvəsini göstərək. Bildiyimiz kimi bir cins çubuq olduğu üçün ağırlıq qüvvəsi kütlə mərkəzindən təsir göstərir. Yəni, belə göstərə bilərik. Və cismə təsir göstərən digər, yəni tarazlıqda saxlayan qüvvə ip gərilmə qüvvəsinin, baxın, bu toplananıdır. Bu T ip gərilmə qüvvəsinin iki dənə toplananı var. Bir belə şaquli toplanan, bir üfüqi toplanan. Bizim üfüqi toplananla işimiz yoxdur. Niyə görə? Çünki üfüqi toplananın uzantısı, baxın, fırlanma mərkəzindən keçir. Fırlanma mərkəzindən, uzantısı fırlanma mərkəzinə, yəni təsir xətti, fırlanma mərkəzindən keçən qüvvələr bilirik ki, cismi fırlanma hərəkətində iştirak etmir. Ona görə də bu cismi fırlanmada, tarazlıqda saxlayan qüvvə yalnız ip gərilmə qüvvəsinin şaquli toplananıdır. Ona görə ancaq bunu göstəririk. İndi gəlin, həmin qüvvələrin qiymətlərini tapaq. Baxın, ağırlıq qüvvəsini 36 Newton olaraq bizə veribdir. Bircə dəqiqə. Deməli, ağırlıq qüvvəsini bizə 36 Newton veribdir. Bunu yazaq, 36 Newton. İndi, deməli, ip gərilmə qüvvəsinə baxsaq müəllimlər. Baxın, ipin gərilməsi 50 Newtondur. 37 dərəcə, burada 37 dərəcədir. Və ipi tarazlıqda saxlayan, bax, mən bu qüvvəyə bir F qüvvəsi desəm, onda burada 3-4-5 üçbucağı, baxın, bu ştrixlədiyim hissə 3-4-5 üçbucağıdır. 5x olan hissə 50 Newtondur. 50 Newton. 37 dərəcənin qarşısı F 3x-dır. Onda buradan alaram ki, x-a 10 qiyməti düşür, onda 3x dediyim 30 Newton olmalıdır. 3x hara demişəm? F-ə. Deməli, bura 30 Newtondur. Onda buradan belə nəticəyə gəlirəm ki, cismi tarazlıqda saxlayan qüvvə, indi baxın, həmən bu, deyək ki, F qüvvəsidir. Yəni, bu F qüvvəsi lingi, baxın, bu tərəfə döndərməyə çalışır, yəni saat əqrəbinin əksinə. Saat əqrəb istiqamətində döndərmək istəyən qüvvə 36 Newton və X cismidir. Deməli, 36 Newton və X cisimlərinin ağırlıq, yəni momentlərinin cəmi F-in momentinə bərabər olmalıdır. Onda biz bunu, deməli, yaza bilərik necə? Yazıram, 36-nın qolu, baxın müəllimlər. 2, 1, 2, bir də 0,5, 2,5. Onda yaza bilərəm ki, 36 vurulsun 2,5 plus X cismin ağırlıq qüvvəsinə ilə X desəm, 1, 2, 3, 4. X cisminin ağırlıq, yəni qüvvə qolu 4 damadır. Buna da yazarım 4x. Bərabər olmalıdır. F qüvvəsinin qolu 1, 2, 3, 4, 5, 5 dama. Yəni 5 vurulsun 30. Buradan alaram ki, 4x bərabərdir 150 minus. Burada səhv eləmirəmsə 36 vur 2,5, yəni 36 vur 5 böl 2, bu bizə 18 vurulsun 5-i, deməli 90 Newton verir. Onda 4x bərabərdir 60-a, x də bərabərdir 15-ə. Deməli, X cisminin ağırlıq qüvvəsi olmalıdır 15 Newton. Düzgün cavab C variantı. Növbəti sualımızla davam edirik. Sualımızda deyilir ki, hansı ifadələr doğrudur? Deməli, biz əvvəlcə dövrə hissəsinə baxaq. Dövrə hissəsi dəyişən cəryan dövrəsidir və həmən bu dövrədə deməli, bir induktiv müqavimət, bir tutum müqaviməti, bir də aktiv müqavimət qoşulubdur. Və ardıcıl olaraq da ampermetr qoşulubdur. Bizə deyir ki, dəyişən cəryan dövrəsindəki elementlərin müqavimətləri uyğun olaraq induktiv müqavimət 20, tutum müqaviməti də 20, aktiv müqavimət 10 ohmdur. Birinci halda deyir ki, yəni birinci şərtdə dövrənin ümumi müqaviməti 50-dir. Müəllimlər, baxmayaraq ki, müqavimətlər ardıcıl birləşibdir, amma biz həmişə deyirdik ki, deməli, induktiv müqavimət və tutum müqaviməti, baxın, bir-biri ilə belə, aktiv müqaviməti isə belə, onları vektor şəklində təsəvvür edirdik və deyirdik ki, deməli, bu hissə XL,
bura x, bura isə r-dir. Yəni bu şəkli heç vaxt yadımızdan çıxarmamalıyıq. Bu tipli testlərdə bilməliyik ki, bu vektorların əvəzləyicisini necə tapırıqsa, 3 müqavimətin də yekun deməli z-i, yəni yekun müqavimət vektorlar şəklində tapılır. Məsələn, belə bir 3 vektorun əvəzləyicisini necə tapırdıq Newton qanunlarından? XL-dən XC-ni çıxırdıq. Onun kvadratı plus r-in kvadratı o şəkildə. Yəni, buradan baxsaq ki, XL minus XC-nin mötərizə kvadratı plus r-in kvadratı kök altında. XL də XC də hər ikisi müəllimlər, baxın, 20 olduğuna görə elə Z bərabərdir r-ə. Yəni, dövrənin ümumi müqaviməti 50 yox, elə 10 ohmdur. Ona görə də birinci mülahizə səhvdir. Dövrənin ümumi müqaviməti 10 ohmdur. Bəli, ikinci mülahizə doğrudur. Ampermetrin göstərişi 0-a bərabərdir. Xeyr, ampermetr niyə 0 olsun ki? Dövrədə gərginlik var və müəyyən bir müqavimət var. Buna görə də ampermetrin göstərişi 0-dan fərqlidir. Bu səhvdir. Dövrədə rezonans hadisəsi baş verir. XL-in XC-yə bərabər olduğu hal rezonans halıdır. Buna görə də biz deyə bilərik ki, bəli, rezonans baş verir. Ona görə 4-cü variantda doğrudur. Düzgün cavabımız B bəndi. Növbəti məsələmizdə deyilir ki, deməli, sürüşmədən üfüqi müstəvi üzrə bərabər sürətli deyilənən 2 radiuslu diskin O mərkəzinin yerə nəzərən sürəti V-dir. Diskin A nöqtəsinin yerə nəzərən sürətinin mərkəzdən R məsafədə olan B nöqtəsinin sürətinə olan nisbətini hesablayın. Diqqət eləməliyik ki, burada cisim, yəni çevrə disk yalnız fırlanma hərəkəti etmir. Bu disk həm irəliləmə hərəkəti icra edir, həm də fırlanma hərəkəti. Bunu belə göstərə bilərik. Deyək ki, səth üzərinə qoyulubdur bu disk və baxın, sol tərəfə bu cür hərəkət edir. Disk sol tərəfə gedir, bir irəliləmə hərəkəti edir. V irəliləmə hərəkəti var. Bunu niyə görə V yazırıq? Baxın, diskin mərkəzi, əgər bu disk yerində fırlansaydı əgər, onda diskin mərkəzinin sürəti olmazdı. Sanki yerində fırlansaydı, O nöqtəsi dayaq nöqtəsidir və O nöqtəsi ətrafında fırlanardı. Amma bizə deyir ki, bərabər sürətlə deyirlənir, həm də deyirlənib önə doğru gedir. Onda burada bütün nöqtələrin 2 dənə sürət vektoru var. Bir irəliləmə hərəkətidir, yəni nöqtələrin, məsələn, O nöqtəsi üçün də A və B nöqtələrinin müəllimlər hər biri üçün 2 dənə analiz aparmalıyıq burada. Birinci fikir yürüdürük ki, bütün nöqtələrin irəliləmə hərəkəti eynidir və V-yə bərabərdir. Ona görə də biz bütün irəliləmə hərəkətlərinə, gəlin, bunu da belə yazım, eyni görünsün, V-dir, A nöqtəsi də irəli gedir V sürətindən, B də irəli gedir V sürətindən. Baxın, hər birinin gəlin üzərinə elə bu V-ni yazaq, yazıram. V-dir, buranı da V yazıb, onsuz da burada V-dir. İndi müəllimlər, fırlanma hərəkətinə baxaq. Burada biz əvvəlki biliklərimizdən istifadə edirik. Yəni, çevrə üzrə hərəkətdə təkcə yerində fırlansaydı əgər o dayaq nöqtəsi ətrafında fırlanan bir disk üçün sürətlərin istiqamətinə baxaq. Baxın, irəli doğru getdiyi üçün, yəni fırlanma saat əqrəbinin əksinədir. Ona görə A nöqtəsinin də deməli hərəkət sürəti baxın bu şəkildədir. V-dir. Sonra O nöqtəsi üçün baxsaq müəllimlər, O nöqtəsinin deməli bizə yalnız irəliləmə hərəkətini verir. Fırlanma hərəkət sürəti yoxdur burada. Çünki O nöqtəsi ətrafında fırlanır cisim. Ona görə də O nöqtəsi fırlanma hərəkətində iştirak eləmir. Fırlanma hərəkətində A və B nöqtələri iştirak eləyir. Və O-dan başqa bütün nöqtələr, belə deyə bilərik. İndi baxın, gəldik B nöqtəsinə. Mən fikirləşirəm ki, əgər A nöqtəsinin fırlanma hərəkətinə mən V demişəmsə, onda B nöqtəsinin fırlanma hərəkəti necə olar? Baxın, əks istiqamətdə olar, bu cür olar və fırlanan bərk cisimlərdə, baxın, radius bura 2R-dir, amma bura R yazıbdır bizə. Deməli, V bərabərdir omega R düsturundan deyirdi ki, fırlanan bərk cisimlərdə omega sabitdir, V ilə R düz mütənasib asılıdır. Radiusu böyük olanın sürəti böyük, kiçik olanın kiçikdir. Baxıram ki, B nöqtəsinin axı radiusu özünə görə cızdığı çevrənin radiusu, baxın,
2 dəfə A nöqtəsinin radiusundan kiçik olduğu üçün fırlanma hərəkəti sürəti, irəliləmə demirik, fırlanma hərəkəti sürəti 2 dəfə kiçik olmalıdır. V bölü 2. Bunların rənglərinə görə diqqət edirik müəllimlər. Uyğunlaşdırdığım, deməli, sürətləri eyni rənglə göstərmişəm. Ona diqqət eləyək. İndi gəlin əvəzləyicini tapaq. Baxın, indi deyirəm ki, burada əvəzləyici sürəti tapıram. A nöqtəsinə neçə dənə V var burada? Görürəm ki, A nöqtəsi üçün 1 V buradadır, bir dənə də V buradadır. Deməli, VA bərabərdir 2V. Bu tərəfə 2V sürətindən. Bunu bildim. Mənə sonra B-ni soruşur. B nöqtəsinə baxın müəllimlər. Sağa doğru V, sola doğru V bölü 2. Əvəzləyici necə tapırıq? Əks istiqamətdə yönəldiyi üçün B-ni tapanda V çıxılsın V bölü 2. Bu da bizə V bölü 2-ni verir. İndi A-nın sürətini B-nin sürətinə bölmək üçün nə etməliyik? A-nın sürətini B-nin sürətinə böləndə buradan onda deyə bilərik ki, VA böl VB bərabərdir 4-ə. Sualımızın düzgün cavabı olmalıdır B variantı. Növbəti məsələmizdə deyilir ki, çəkiləri P olan K, L və M kublarını şəkildəki kimi üst-üstə yığmaq üçün ağırlıq qüvvəsinə qarşı neçə mgh-lıq iş görmək lazımdır? Bu tipli məsələlərdə. Tutaq ki, deyir ki, kubu bu vəziyyətdən bu vəziyyətə gətirmək üçün nə qədər iş görmək lazımdır? Tirciyi bir til üzərində qaldırmaq üçün nə qədər iş görmək lazımdır? Əgər imtahanda bununla bağlı hansı məsələ düşsə, o dəqiqə biz fikirləşməliyik ki, bu məsələdə istifadə edəcəyimiz düstur potensial enerji dəyişməsinin görülən işə bərabər olmasıdır, əks işarə ilə. Yəni, A bərabərdir mənfi delta Y potensial. Baxın, bu düsturdan istifadə olunur bütün məsələlər. Yəni, birinci halda şəkil 1-də cisimlərin hər birinin yerə görə potensial enerjisini tapmalıyıq. Onda burada diqqət eləsək, məsələn, K cisminin ağırlıq mərkəzi tam öz mərkəzindəndir. Aşağı doğru mg. L də həmçinin aşağı doğru mg. M-i də aşağı doğru mg göstərirəm. Baxın, müəllimlər, ağırlıq mərkəzinin yerdən hündürlüyü ümumi hündürlük h-dırsa, ağırlıq mərkəzinin yerdən olan hündürlüyünə mən h bölü 2 deməliyəm. Eyni qaydada hər üçü üçün də h bölü 2-dir. Yerdən olan, baxın, hündürlüyə deyirəm h bölü 2. Onda ümumi potensial enerjiləri cəmləsəm, necə yazaram? Yazaram. Birinci halda mg h bölü 2 plus ikinci L üçün yazıram mg h bölü 2 plus üçüncü M cismi üçün yenə mg h bölü 2. Deməli, bu nə elədi? 3 mgh bölünsün 2. Bu bizim Y potensial birimizdir. Y potensial 1 budur. İndi gəlin ikinciyə baxaq. İkinci məsələdə hər üçünün kütləsi M-dir. Tən ortadan mərkəzdən bu cismi aşağı doğru təbii ki 3 mg ağırlıq qüvvəsi çəkir. Ağırlıq mərkəzdə baxın ikinci kubun tən ortasından bura qədər müəllimlər h bölü 2-dir. Burada h-dır. Onda yerdən olan ümumi hündürlük nədir? 1,5h. Yəni yazıram 3 mg vurulsun. 1,5-i belə də göstərə bilərik. 2-də 3h. O da bərabərdir 9 mgh bölü 2. Nəyə diqqət eləyirik müəllimlər? Diqqət eləyirik ki 3 mgh bölü 2 əvvəlcə idi. 9 mgh bölü 2 də sonradan oldu. Onda biz nə deyə bilərik bu məsələ ilə bağlı? Yəni potensial enerji dəyişməsi nə qədər oldu? Deməli, burada 9 mgh bölü 2-dir. Ümumi, deməli, 6 mgh bölünsün 2. Deməli, 6 mgh bölünsün 2. Bu da bizə 3 mgh-ı verdi. Yəni, ümumi görülən iş 3 mgh-dır. Sualımızın düzgün cavabı C variantı. Növbəti və sonuncu məsələmizdə deyilir ki, metal naqilləri daha doğrusu burada yəqin ki bir cins yazılmalı idi. Bir cins maqnit sahəsində sabit sürətlə hərəkət etdirilir. Buna əsasən A və B uclarında hansı işarəli yüklər toplanır? Müəllimlər, yadımızda saxlamalıyıq ki, deməli,
Naqillərin uclarında bax, bir cins maqnit sahəsində hərəkət edən naqillərdə yaranan induksiya cəryanı istiqaməti sağ əl qaydası ilə tapılır. Qaydamız hansı oldu? Deməli, qaydamız sağ əl qaydasıdır. Sağ əl qaydasına əsasən biz deyə bilərik ki, sağ əlimizi elə tutmalıyıq ki, burada yazdığımız, yəni baxın, burada göstərilən bu B induksiya vektorunun oxu ovucumuzun, sağ əlimizin ovucunun içinə daxil olsun. Onda mən əlimi necə tutum? X məndən şəkil müstəvisinə gedən bir ox var. Deməli, əlimin içini görməliyim. Sağ əlimizin müəllimlər içini görürəm. Əvvəlcə diqqətimiz A naqilindədir. Əlimin içini görürəm. Baş barmaq hərəkət sürət istiqamətində yönəlməlidir. Onda birinci şəkil üçün, baxın, sağ əlimiz belə tutuldu. Sanki bu sağ əlimdir, baxın. Bu şəkildə tutduq. Çünki ovucumun içinə B daxil oldu, baş barmağım V istiqamətində yönəldi. Bu zaman müəllimlər, bax, 4 barmağımız istiqaməti induksiya cəryanı istiqamətini göstərir və həmişə cəryan müsbət yüklərin hərəkət istiqamətidir. I hardadır? Oxun ucu hardadır? Müsbət yük ordadır. Deməli, A ucunda müsbət yük yığıldı. İndi eyni qaydada müəllimlər keçirik, baxırıq. Deməli, növbəti şəklimiz digər, ikinci şəkli. Yenə həmən eyni sahədir. Sağ əlimin ovcumun içini görürəm, amma bu dəfə baş barmağım aşağı yönəlməlidir. Sanki bu şəkil üçün, baxın, sağ əlimizi belə tutduq. Baxın, bu cür tutduq. Bu sağ əlimizdir. Ovcumun içini görürəm. Ovcumun içinə B daxil oldu. Baş barmağım V istiqamətini yönəldi. Deməli, 4 barmaq induksiya cəryanı. Onda induksiya cəryanı, baxın, ucu, hansı tərəf? Sağ tərəf. Bura müsbətlər yığıldı, bura mənfilər. Deməli, A ucunda müsbətlər, B ucunda mənfilər yığılmalıdır. Ona görə sualımızın düzgün cavabı olmalıdır A variantı.